Bayram günlərində Naxçıvan Mərkəzi Xəstəxanasında növbəti həkim olmadığından onları tibb bacıları, bəzən isə xadimələr əvəz edib. Xəstəxanada təcili tibbi yardım üçün zəruri vasitələr, şpris, ağrı kəsici, bint, spirt və digər ləvazimatlar da tapılmayıb. Bu səbəbdən xəstələrə türkə çarə üsullarla yardım göstərildiyi bildirilir. Bölgə TV xəbər verir ki, bu barədə Gündəlik Naxçıvan kanalı məlumat yayıb. Məlumata görə ən diqqət çəkən hadisə dekabrın 30-da baş verib. Ayağı qırıldığı üçün xəstəxanaya aparılan Mürsəlov deyib ki, lazımi tibbi alət tapılmadığından sınıq ayağını sabitləmək üçün ayaqqabı geyinməkdə istifadə olunan rajokdan istifadə edilib. Ayağımın ağrısından dayana bilmirdim. Xəstəxanaya çatanda sevindim ki, nəhayət kömək edəcəklər. Amma dedilər həkim yoxdur. Ağrı kəsici istədik, o da tapılmadı. Tibb bacıları yaxın gəlmədilər. Dedilər bu həkim işidir. Axırda xadimələr işi üzərlərinə götürdülər. Sınıq ayağı bərkitmək üçün alət olmadığından rajok gətirdilər. Onu bərkitməyə bint tapılmadı. Hardansa rezin tapıb bağladılar. Sonra dedilər ki, həkimlər bir neçə gün olmayacaq. Aparın sınıqçıya. Məcbur qalıb bu vəziyyətdə sınıqçıya getdim. O da yumurta sarısı ilə gips qoydu. Bugün rentgenə düşmək istədim. Dedilər rentgen aparatı da işləmir. Bayram günlərində ağır xəstə olan yaxınını xəstəxanaya aparan Gövhər Məmmədov isə bildirib ki, onların bəxti nisbətən gətirib və gec də olsa həkim gəlib. Lakin vəziyyət yenə də acınacaqlı olub. Bu boyda xəstəxanada həkimi yerində tapa bilmədik. Zəng etdilər, 1-2 saatdan sonra gəldi. Amma nə şpris var idi, nə ağrı kəsici, nə bint, nə də spirt. Ən xırda ləvazimatları belə aptekdən özümüz almışdıq. Palatada oturmağa da icazə vermirlər. Deyirlər çarpayı sirklənər. Bu xəstəxana yox, taleyin ümidinə buraxılmış bir bina idi. Həkim yoxdur, dərman yoxdur, kömək edən yoxdur. Rəna Rövşən qızı, Bölgə TV.